Əminəm ki, hər birimiz zamanında utancaqlıq hissi ilə əlaqəli bir çox ağır təcrübələr yaşamışıq və o təcrübələri çox gözəl şəkildə yaşamış biri olaraq həm öz üstümdə nəticəsini gördüyüm, həm də digər insanlar üstündə çalışaraq da geri dönüşlər aldığım bəzi şeylər haqqında danışmaq istəyirəm ki, bunlar klassikadan biraz daha uzaqdır və işin danışılmayan hissələrinə də toxunacağıq. Zaten sosial mediada ən qədər klassik metod görə bilərsiniz. Yenə dediyim kimi, mən daha çox nəticə aldığım şeylərə fokuslanmaq istəyirəm. Biz utancaqlıq hissi dedikdə sadəcə utancaqlıq hissini həqiqətən nəzərdə tuturuq və işin o daha dərin tərəfinə baxmağı bacarmırıq. Niyə? Bəzən utancaqlıq hissini çox sadə bir hiss kimi görən insanlar olur və sizə sanki bir düstur verirmiş kimi bunun üstündən necə gələcəyinizi göstərməyə çalışır. Ancaq siz mexanizmi anlasanız ki, bu utancaqlıq hissi həqiqətən sizə hardan gəlir, zaten demək olar ki, buna düşmə faiziniz də minimuma enməyə başlayacaq. Və utancaqlıq hissini biz ən dərin şəkildə ölüm qorxusu ilə əlaqələndirə bilərik. Bunu insanlara dedikdə elə zənn eləyirlər ki, çox mistik, çox wow bir şeydən danışılır. Yox, əslində çox sadə, primitiv, insanın təbiəti olaraq gələn bir şeydən danışılır. Biz insanlıq olaraq həm inkişaf mərhələsində, həm indinin özündə də qruplar şəklində yaşamışıq və yaşamaqda da davam eləyirik. Hansı ki, əvvəllər qruplar, indi ailə, cəmiyyət, ölkə və sair və sair kimi. Və bizim şuurumuzda yazılan proqram nədir? Əgər qrupda yaşamaq istəyirsənsə, hər hansı istənilən bir qrupda, qrupun qaydalarına uyğun şəkildə yaşamalısan və sənin qrupdan fərqli olaraq edəcəyin hər bir hərəkət səni artıq normal fərdlərdən çıxardır və anormal fərdə doğru göndərir. Və siz artıq qrupun digər fərdləri kimi normal sayılmırsınız. Artıq siz o qrupun anormal fərdi kimi, yəni daha doğrusu impostor fərdi kimi sayılırsınız. Və bayaqdan yükü 5 nəfər çəkirdisə, 10 nəfər çəkirdisə, məsuliyyət bu insanlar arasında bölünürdüsə, indi yük təkcə sizin üstünüzə düşür və bütün məsuliyyət də sizin üstünüzdə qalır. Buna da təbii ki, qrup daxilində yaşamış bir insanın psixikası dözə bilməyəcəyi üçün avtomatik olaraq elə zənn eləyir ki, o ölümlə üz-üzədir və artıq ölüm qorxusu ilə yan-yana gəlibdir. Və nə zaman ki, biz anlamağa başlasaq ki, həqiqətən bu utancın kökü gəlib ora çatır, o zaman bu utancdan ayrıla biləcəyik. Və dediyim kimi, siz qrupun o normal olmayan fərdi kimi olanda, artıq dediyim kimi ölümlə üz-üzə gəlmiş sayılırsınız. Yəni bu qorxu sizin içinizdə olmağa başlayır. Bu da nədə göstərir üzünü? Utandığımız şeylərdə. Və fikir versəniz görərsiniz ki, biz utandığımız çox şeydə elə zənn eləyirik ki, biz bir şeyi fərqli eləyirik. Məsələn, mağazadan aldığımız bir məhsulu qaytarmaq artıq bizi avtomatik olaraq o fərqli insan roluna salır öz gözümüzdə belə. Elə zənn edirik ki, nə qədər seçici insanıq, bir şeyi bəyənmirik və sair və sair kimi. Hətta səhnədə danışmağı çox gözəl şəkildə bacaran insanlara baxsanız, özünüz də fikir vermədən elə zənn eləyirsiniz ki, bu insanda fərqli nəsə var, fərqli nəsə potensial görürsünüz o insanda. Və avtomatik olaraq həmin insanlar o qrupdan ayrı dediyimiz insanlara dönüşməyə başlayır gözümüzdə də. Etdiyimiz hər şeydə belə biz onun nəticəsini görə bilirik. Məsələn, İnsanlarla dialoqa girmək belə, insanlarla çox gözəl şəkildə söhbət aparmaq belə, bunların hər biri sizi utandırırsa əgər, demək siz orada bir fərqlilik görürsünüz özünüzdə və elə zənn eləyirsiniz ki, mən bunu elədiyim anda artıq avtomatik olaraq qrupdan ayrı düşmüş sayılacağam. Və çox insanlar mənə deyir ki, mən belə zənn eləmirəm axı, mən belə düşünmürəm axı. Zaten bunu hər videoda da vurğulayıram. Biz belə düşünməsək belə, əgər bu qorxu bizim içimizdə varsa, demək bu həqiqətən dediyimiz yerlərə toxunur. Və zaten bu sinir sistemi səviyyəsində olduğu üçün bunu siz daha dərindən baxmayan bir insan olmadığınız müddətcə bu məsələlərə, daha doğrusu psixologiya, şuuraltı və s. özünüzdə hiss eləyə bilmirsiniz və fərqinə vara bilmirsiniz ki, zaten bunların çoxu sinir sistemi səviyyəsindədir. Bizim utancaqlıq dediyimiz şey qrupdan rədd edilmə, qrupdan ayrılma və ölümə məhkum olma qorxuları ilə tamamilə eyni səviyyədədir. Və etdiyiniz hər bir hərəkətdə nə zaman ki sizə utanc hissi gəlir, bir şeyə nəzər yetirin.
Həqiqətən indiki anda utanırsınızmı? Yoxsa beyniniz sizi qrupdan ayrı düşməkdənmi qoruyur? Baxın, buna fikir verdiyiniz anlarda zaten məsələni həll eləyəcəksiniz. Gözəl bir şəkildə çıxış eləmək, insanlarla gözəl şəkildə kommunikasiya qurmaq, hətta mağazadan sizə uyğun olmayan bir məhsul aldığınız üçün onu qaytarmaq, bunların hər biri sizi fərqli etsə belə, o hərəkəti etdiyiniz zamanlarda özünüzə xatırladın ki, fərqli olmaq ölümlə üzləşmək demək deyil. Sinir sisteminiz də zaten bu hissədə rahatlayacaq. Çünki fərqliliyi göstərmiş insan mövzunun başında da danışdığımız kimi sürüdən ayrı düşəcək insandır. Çünki o normaları riayət etmir. Və bunu nə zaman ki öz üstümdə də çoxca təcrübə eləmişdim və özümə davamlı xatırlatma edib sinir sistemimi bu sahədə sakitləşdirmişdim. Nəticəsini görmüşdüm ki, həqiqətən də sinir sistemimin bu rahatlamağa ehtiyacı var imiş. Siz də öz üstünüzdə bunu yoxlayın və nəticələrini çox yaxşı şəkildə görəcəyinizə əminəm. Və nə zaman ki siz özünüzə davamlı xatırlatma eləyirsiniz ki, burada çəkiniləcək, utanılacaq, qrupdan məni ayrı sala biləcək heç nə yoxdur ki, dediyimiz kimi bu bizim təbiətimizin öyrəşdiyi bir şeydir ki, biz elə zənn eləyirik, etdiyimiz hər fərqlilik bizim üçün ayrı düşmə sayılır. O zamanlarda artıq sinir sistemimiz yavaş-yavaş rahatlamağa başlayacaq və bir şey də xatırlatma eləyin ki, hər zaman özünüzə bu ən çox öz üstümdə həqiqətən, necə deyim, təsirini gördüyüm şeylərdən biridir. Etdiyim hər hərəkətdə utanılacaq olduğunu düşündüyüm, daha doğrusu, halbuki hər şey normaldır. Düşünürəm ki, insanlar məni anlaya bilər. İnsanlar məni anlamaq potensialına sahibdir. Və necə ki, mən utanılacaq bir hərəkət elədiyini düşünən bir insanı anlaya bilirəm. Onun bu hərəkətinin necə bilmədən və yaxud da onun kontrolu altında olmadan olduğunu zənn eləyirəm. Demək, hər kəs belə zənn eləyir. Bizi əslində insanları özümüz gördüyümüz kimi görürük. Özümüz insanları necə görürüksə, elə zənn eləyirik ki, onlar da bizi görür. Bu nöqtələrə diqqət eləsəniz və mövzunun başında da danışdığımız kimi özünüzü və sinir sisteminizi sakitləşdirsəniz, zaten məsələnin 90% həll olacaq. Və bir şey də qeyd etmək istəyirəm ki, bu sadəcə bu video ilə bitəcək bir şey də deyil. Praktika. Öyrəndiklərinizi hər zaman praktika ilə möhkəmlətməlisiniz ki, onların sizə çox yaxşı bir şəkildə geri dönüşü olsun. Və ümid eləyirəm ki, bu video sizin üçün faydalı olar. Əlimdən gəldiyi qədər özümün çox gözəl nəticələrini gördüyüm şeyləri paylaşmağa və bunları burada birləşdirməyə çalışdım. Hər birinizə uğurlar diləyirəm.